Mən bilmirəm professional məruzə edəcəm ya yox, çünki mən təhsil eksperti deyiləm. Amma mən təhsilə fəlsəfi kontekstdən baxmağa üstünlük verirəm. Yəni burada daha çox fəlsəfədən danışmağa çalışacağam. Fəlsəfə sual qoyur, həmişə sual qoyur, həmişə şübhəlidir, amma heç vaxt iddia etmir ki, qoyduğu bütün suallara məhz özü cavab verəcək. Amma o iddia edir ki, o sual qoyur. Mən də çalışıram ki, sual qoyum bu gün. Əgər mən burada indi Məmmədxan müəllimi hirsləndirməyə çalışacağam. Əgər orta çağlarda olsaydı, elmə bir tərif verərdim. Orta çağ dünya görüşünə görə ki, elm nədir? Elm metafiziki və fiziki aləmlərin dərk edilməsi, işləyiş qanunlarının kəşf edilməsi və insan həyatının, cəmiyyətinin, mədəniyyətinin bu qanunlara görə təşkil edilməsi. Bu orta çağ dünya görüşünə görə bir tərifdir. Metafiziki və fiziki aləmlərin dərki. Amma modernizm metafiziki aləmlə fiziki aləmləri bir-birindən ayırdı, metafizikanı elmdən kənarlaşdırdı. Və modernizmdə isə elmin tərifi budur. Elm kainatın və təbiətin işləyiş qanunlarını, var olma qanunlarını, varlıq fəlsəfəsini kəşf etmək, dərk etmək, öyrənməkdir. Təhsil nədir? Təhsil insanın, cəmiyyətin, həyatın məhz bu qanunlara görə təşkil edilməsini, qurulmasına nail olmaq üçün yaradılmış bir institutdur, bir prosesdir. Təhsil nədir? Bu birinci oturumda bizim dostumuz çox gözəl sual verdi. Təhsilin məqsədi nədir? Təhsil niyə var? Təhsil nə edir? Bizi hara doğru aparır? Təhsil mədəniyyət təsəvvürü yaratmaq üçündür. Təhsil mədəniyyət təsəvvürü yaradır. Biz bilirik ki, elmin iki sayəsi var, bunu hər kəs bilir. Dəqiq elmlər dünyanın universallaşması, standartlaşması, homogenləşməsinə nail olur. Sosial bilimlər isə heterogen dünya quruculuğuna nail olur. O halda biz təhsil alarkən nəyə nail olmaq istəyirik? Biz deyəndə Azərbaycanı nəzərdə tutmuram. Çinin, İran, Fars, Tehranın və Rus-Slavyan dünyasının arasında parça-parça edilmiş Türk millətini nəzərdə tuturam. Biz təhsilimizdə, universallaşma sahəsində nəyə nail olmaq istəyirik? Və heterogen Türk mədəniyyətinin qurulmasında, heterogen dünyada hansı yeri tutmaq istəyirik? Biz kimik? Bizim təhsilimiz necə bir mədəniyyət təsəvvürü formalaşdırır? Və yaxud da ümumiyyətlə, modernizm çağından üzü bu yana bizim təhsilimiz mədəniyyət təsəvvürü oluşturmağa çalışdı mı? Bax, əsas sual budur. Və əgər sosial elmlər heterogen bir dünya quruculuğuna can atırsa, o heterogen dünyada bizim Türk milləti olaraq yerimiz nədir? Özümüzü necə təsəvvür etmişik, təqdim etmişik? Məsələn, bir fransız filosofu var, René Guénon. O, mədəniyyətlər haqqında təriflər çoxdur. Mədəniyyətlər haqqında fikirləri çoxdur. Amma mən fransız René Guénonun tərifinə çox önəm verirəm. O, indiyə qədər yer üzünə gəlmiş, getmiş mədəniyyətləri iki hissəyə ayırır. Metafizik mədəniyyətlər, materialist mədəniyyətlər. Metafizik mədəniyyət dedikdə İslam mədəniyyəti, Çin mədəniyyəti, Hind mədəniyyətini hesab edir. Materialist mədəniyyətini modernizm çağından üzü bəri 17-ci əsrdən əsasən Descartes və Baconla başlanan çağdan indiyə qədərki dönəmi materialist mədəniyyət adlandırır. Və bəşəriyyətin, materialist mədəniyyətin kürəsəlləşməsini bəşəriyyəti məhvə aparan bir proses kimi qiymətləndirir. Bilə-bilə Məmmədxan müəllimin adını çəkirəm. Çünki davamlı olaraq sual verir ki, ilahiyyat elmdirmi, niyə elmi dərəcə verilir və s. və ilaxır. Və materialist mədəniyyətin ilkələri, pozitivizm, rasyonalizm, onun yanında humanizm, onun yanında darvinizm, marksizm, sekularizm, ateizm, kapitalizm, sosyalizm. Bunlar materialist mədəniyyətin ilkələridir. Və təbii ki, bu mədəniyyət qərb mədəniyyətidir. Biz bu materialist mədəniyyətin harasındayıq, Türk milləti olaraq? Biz bu materialist mədəniyyətin yaradıcısı deyilik. Dəyərləri də yaradıcısı deyilik, fəlsəfəsinin də yaradıcısı deyilik. Biz bu mədəniyyəti əxz eləmişik. Lakin bu mədəniyyətin içinə girə bilməmişik. Biz bu mədəniyyətin periferiyasında, uclarında donub qalmışıq.
O yüzden bizim çağdaş medeniyetimiz yaradıcı medeniyet değil. Biz metafizik medeniyetten kopmuşuz. Materyalist medeniyetin içine tam dahil olabilmemişik. Ne orada yerimiz var, ne burada. Ve bizim təhsilimiz necə bir mədəniyyət təsəvvürü formalaşdırır? Mən bu il 20-ci əsrin axırı, 21-ci əsrin əvvəllərində türk fəlsəfəsini araşdırdım. Türkmenistan, Özbəkistan, Qazaxıstan, Qırğızistan, Azərbaycan və Türkiyə. Çox maraqlı bir dünya formalaşır. Amma mən baxdım ki, orada da dağınıq bir mədəniyyət təsəvvürü var. Bizim mədəniyyət təsəvvürümüz dağınıqdır, hətta türk dünyasında olsa belə. Bizim Azərbaycan təhsili necə bir mədəniyyət təsəvvürü formalaşdırır? Bizim ən böyük sualımız budur. Çünki mədəniyyət təsəvvürü olmayan dövlət yaşaya bilməz. Hər zaman söylədim ki, dövlət qurmaq millətlərin birinci mərhələsidir, gördüyü işin birinci mərhələsidir. İkinci mərhələ mədəniyyət qurmaqdır. Mədəniyyət qura bilməyən dövlət çökər və yaxud da mədəniyyət qura bilməyən dövlət başqa super güclərin periferiyası olar, sömürgəsi olar. Bizim təhsilimiz hansı mədəniyyət təsəvvürü formalaşdırır? Gəlin materyalist mədəniyyət, müasir, çağdaş, küresel qərb mədəniyyəti, bəşəriyyəti nəyə doğru aparır, hara aparır? Onu da biraz təhlil edək. Məsələn, mənim əziz müəllimim Nəsib Nəsibli ilə bir ziddiyyətim var. Mən heç vaxt modernizmi ideallaşdırmıram. Qərb mədəniyyətini ideallaşdırmıram. Nəsib bəylə ziddiyyətim Əli bəy Hüseynzadə ilə də var, Əhməd Ağaoğlu ilə də var və modernizm çağının bütün icazə verin. Modernizm çağının bütün belə deyək, düşünürləri ilə mənim ziddiyyətlərim var. Materyalist mədəniyyət nə etdi? Allahı öldürdü. Təbiəti öldürdü. Materyalist mədəniyyət təbiət üzərində qalib gələn insan tipi və məfşurəsi formalaşdırdı. Ailəni öldürdü, insanı da öldürməkdədir. Təbiəti öldürdü. Belə bir düşüncə var ki, 2050-ci illərə qədər biz artıq organik qida tapmayacağıq. Və belə bir fikir də var. 21-ci əsrin sonlarında biz artıq organik insan da tapa bilməyəcəyik. Çünki elm o qədər yüksəldi ki, o qədər sürətlə inkişaf etdi ki, artıq o laboratoriyalarda insan ürətə bilir. Yəni, atadan, anadan doğulan insan da tapa bilməyəcəyik biz 21-ci əsrin axırlarında. Organik qidanı isə tapılıb-tapılmaması bu günümüzün ən aktual məsələsidir. Və Qərbin özündə hal-hazırda bu mədəniyyəti kəskin tənqid edən çox ünlü insanlar var. Onlardan biri Frucci Capradır. Qərb mədəniyyətinin təbiətə qalib gəlməsi nəticəsində materyalist mədəniyyətin yer üzündə ekoloji fəlakətlər yarandığını iddia edir, sübut edir əsərində bölümə-bölümə. Və qeyd edir ki, biz, bəşəriyyət o zaman xilas olacaq ki, ya Hind fəlsəfəsindəki cainizmə, ya Çin fəlsəfəsindəki daosizmə sarılacaq. Və qərb materyalist düşüncədən imtina edib daosizmə və cainizmə yol getməlidir. Daosizmdə in və yan fəlsəfəsi, yəni təbiət, insan və kainat harmoniyada, üzvü əlaqədədir. Cainizmdə isə əmr budur. Hətta yeriyərkən belə Allahın yaratdığı canlılara zərər yetirməmək üçün addımlarını at. Addımlarını elə at ki, təbiətə ziyan vurma. Başqa bir alim var, Oswald Spengler. Qeyd edir ki, elm o qədər sürətlə inkişaf etdi, elm maşın, yəni texnologiyanı o qədər sürətlə inkişaf etdirdi ki, qərbi texnologiya çökdürəcək. Qərb sivilizasiyasını texnologiya çökdürəcək. Bu da Oswald Spenglerin yanaşmasıdır. Və bir türk filosofunun da adını çəkim, Teoman Duralı. Çox gözəl əsərlər yazdı. Çağdaş küresel mədəniyyət, çağdaş İngilis-Yahudi mədəniyyəti və ən önəmli əsəri budur, türkçülüyün omurğasızlaşdırılması. Çox gözəl əsərdir. Türklüyün omurğasızlaşdırılması. Addım-addım türk millətinin ana yolundan, genindən, mədəniyyətindən necə uzaqlaşdırıldığını və sindirildiyini təhlil edir. Və Teoman Duralı bu materyalist mədəniyyəti maddəçi mexanik mədəniyyət adlandırır. Və qeyd edir ki, bu mədəniyyət artıq insanın özünə qarşı çevrilir. Və bu mədəniyyətin istehsal etdiyi təhsil insanın özünə qarşı çevrilir. Bir tərəfdən tibbdə insanı xilas etmək üçün çoxlu kəşflər var. Bir tərəfdən isə insanları kütləvi şəkildə məhv edən bioloji və nüvə silahları ürətilir. O zaman burada bir ziddiyyət var. Təhsilin məqsədi nədir? İnsan cəmiyyətini tərəqqiyə aparmaqdır, yoxsa insan cəmiyyətini kütləvi şəkildə məhv etməkdir? Və bu zaman meydana
yeni bir filosof çıxır, Harari. Hararinin də çox önəmli əsərləri var. Əsərlərinin birində qeyd edir ki, bəşəriyyət tarixi, insanlıq tarixi Allahların yaradılması ilə başlandı. Və qeyd edir ki, Homo sapiensin əsas məqsədi Allahlar yaratmaq idi. Allahlara sitayiş etmək idi. Və o Allahlar ətrafında bir dünya görüş formalaşdırmaq idi. Allah qavramı və Allahlar haqqında da bilirsiniz ki, dünya görüşlər fərqlidir. Hal-hazırda fərqlidir. Çində Allah yaradıcıya münasibət, Türkdə yaradıcıya münasibət, Sami kökənli xalqlarda yaradıcıya münasibət, tam fərqli qarşımızda dinlər var və onların Allah təsəvvürü var. Amma Harari nə deyir? Harari qeyd edir ki, modern materialist mədəniyyət və modern təhsil insanı çöküşə aparır. Elm sürətlə inkişaf edir, lakin elmlə əxlaq arasında çox ciddi şəkildə tarazlıq pozulur. Elm yüksəlir, insan əxlaqı çökür. Məsələn, insan əxlaqının çöküşü ilə bağlı qeyd olunur ki, hal-hazırda ABD-nin 48 ölkədə 877 hərbi bazası var və 3900 nüvə başlığı olan silah var. Küresel bir gücdür. Lakin 3900 nüvə başlığı olan silaha nəzarət edən hərbi kontingentin 90%-i pedofildir. Elmin yüksəlişi, gücün yüksəlişi və insan əxlaqının, insan mənəviyyatının çöküşü. O zaman qarşımızda sual var. Təhsilimiz necə bir mədəniyyət təsəvvürü formalaşdırır? Elm insanı xilas edirmi? Elmlə əxlaq arasında, təhsillə insan əxlaq arasında, ailə arasında, fərd arasında ahəngi, harmoniyanı, balanslaşmanı necə qurmalıyıq? Bu da müasir fəlsəfənin ən ciddi problemidir. Harari qeyd edir ki, biz insanlar əvvəl Allahları yaratmaqla, kəşf etməklə tarix yaratdıq. Amma indi 21-ci əsrin sonunda biz Homo sapiensi, Homo Deusa çevirməliyik. Yəni, əvvəl biz özümüz Allah yaradırdıq. İndi insanın özünü Allahlaşdırmalıyıq. İnsanın özünü Allaha çevirməliyik. Yəni, əgər insanın burada bir hədəf qoyulur, bizim təhsilimizin və mədəniyyətimizin məqsədi nə olmalıdır? İnsanın özünü Allaha çevirmək. İnsanın özünü elmlə Allaha çevirmək mümkündürmü? Əgər Məmmədxan müəllimin dəfələrlə dediyi kimi elm mədəniyyətdir, elm əxlaqdır, bu sözlər nə dərəcədə doğrudur? Gerçəkdənmi elm bizə qurtuluş gətirdi? Bəli, məktəblərdə, universitetlərdə bizə müəllimlərimiz, kitablar təbliğ edirdilər ki, təhsil mədəniyyəti yüksəldir, insanı yüksəldir, insan həyatını tərəqqiyə aparır. Elm tərəqqi deməkdir, elm mədəniyyət deməkdir. Amma artıq başqa düşüncələr də doğmaqdadır. Elm bəlkə mədəniyyət yaratmır, bəlkə mədəniyyəti dağıdır, bəlkə müasir, materialist mədəniyyətin yaratdığı, ürətdiyi elm mədəniyyətləri yox edir, dağıdır. Burada da gördüyünüz kimi necə də böyük bir paradoks var. Və necə olur ki, ən yüksək universitetlərin yaradıldığı ölkələrdə çox ciddi şəkildə əxlaqi və mənəvi çöküş var. İstər katolik kilsələrində, özəlliklə də Fransada və bir çox Avropa ölkələrinin katolik kilsələrində papazların az yaşlı uşaqları zorladıkları haqqında faktlar var. Fransada 30 bin uşaq kilsələrdə zorlandı və papazlara dövlət üzr istəmək tələb edir. Əgər elmin yüksək inkişaf etdiyi dövlət, mədəniyyətin yüksək inkişaf etdiyi dövlət Fransadırsa, onda orada niyə bu fakt yaşanır? Yenə deyirəm, fəlsəfə sual qoymaqdır, fəlsəfə sual qoyur. Elm insanı tərəqqiyə aparırmı, xilas edirmi? Elm yüksəldikcə insan əxlaqı niyə çökür? Elm mədəniyyəti qoruyurmu, yoxsa mədəniyyəti çöküşə mi aparır? Bunlar ciddi suallardır və bu hər bir pedaqoqun qarşısında. Mənim baxışıma görə ümumiyyətlə, hər şeydən dəyərli insandır. Və təhsil necə bir insan yetişdirməlidir? Təhsilin sualı budur və təhsil necə bir mədəniyyət formalaşdırmalıdır? Biz türklərin 21-ci yüzildəki mədəniyyət təsəvvürü nə olmalıdır? Və 21-ci yüzildəki mədəniyyət təsəvvürümüzü formalaşdıracaq təhsil sistemimiz necə olmalıdır? Önemli olan budur.
Biz Türk dünyası olarak Çin, Rus ve Qərb təhsil sistemi arasında parça-parçayıq. Türk dünyasına, Türkiye'de, Azərbaycanda ve diğer Türk respublikalarında olmaq şərti ilə özünə məxsus təhsil sistemi yoxdur. Əgər özünə məxsus, heterogen dünya qurmaq istəyirsənsə, özün super bir sistem və küresel güc olmaq istəyirsənsə, özünə məxsus təhsil sistemi yoxdursa və Qərb təhsil sistemini əxz edərək mənimsəyirsənsə, Türk milləti yarada bilməzsən, Türk mədəniyyət təsəvvürü yarada bilməzsən. Bizim qarşımızda duran əsas sual budur. Milli təhsil sistemi yaratmaq və milli mədəniyyət təsəvvürü yaratmaq. Bax, önəmli olan budur. Ona görə mən çalışdım ki, təhsilimizə biraz o fəlsəfi kontekstdən də bir yanaşma sərgiləyim. Və son olaraq bunu deyirəm. Elm heç də bəşəriyyəti xilas etmir. Elm heç də mədəniyyəti xilas etmir. Nə dərəcədə qurucu rol oynayırsa, ondan da 10 qat dağıtıcı, öldürücü rol oynayır. İnsan ən ali varlıqdır. Amma bir çox elmi laboratoriyalarda o insanın necə öldürülməsi haqqında Yaponiyada, Çində, Avropada minlərlə, milyonlarla laboratoriyalar fəaliyyət göstərir. Məhz insanın necə öldürülməsi və yox edilməsi haqqında. Son sözüm. 2050-ci illərə qədər organik qida axtarışında olacaq. Və artıq 2090-cı illərdə də organik insan axtarışında olacaq. Elmin gəldiyi nöqtəyə baxın. Və Rusiya-Ukrayna müharibəsində Putinin Rus xalqına bir müraciəti var idi. Rusiya mənim düşmənimdir, Rusiya mənim üçün örnək deyil. Lakin az çox 21-ci əsr Rus fəlsəfəsində oxuyuram. Putin'in o çıkışından sonra mesela İtalya'nın baş naziri Meloni de o yönümlü bir çıkış etti. Putin der ki, biz bu savaşta Allah'ı, ailəni və təbiəti qoruma uğrunda mübarizə aparırıq. Bu mədəniyyətlər savaşıdır. Biz Allah'ı, ailəni və təbiəti qorumaq uğrunda mübarizə aparırıq. Sonra Meloni çıxış elədi. Biz Allah'ı, ailəni və insanı qorumaq uğrunda mübarizə aparırıq. Eyni çıxışı Türkiye'de de Erdoğan da etdi. Biz indi yenidən Allah'ı qorumaq məcburiyyətindəyik, təbiəti qorumaq məcburiyyətindəyik, insanı qorumaq məcburiyyətindəyik. Ona görə elm, təhsil, mədəniyyət və insan arasında bir harmoniya, bir balans qura bilməsək, xaotik bir dünyaya qədəm qoymuş oluruq. Mənim René Guénon Qərbdən imtina elədi. Qeyd etdi ki, mən materialist mədəniyyətdən imtina edirəm və Qərbdən imtina edərək Misirə köçdüm. Son sözümü deyirəm. Mən indi modernizm tarixini, ədəbiyyatını, mədəniyyətini sorğulama dönəminə girmişəm. Mən artıq modernizm çağını ideallaşdırmıram, sorğulayıram. Fəlsəfə odur ki, o sorğulayır və o sorğulara da cavab axtarır. Mən artıq modernizmi ideallaşdırmıram, sorğulayıram. Modernizm qədər Türk millətinə, Türk mədəniyyətinə zərbə vuran bir proses yoxdur. Onu da saxlayıram başqa bir məruzəyə. Çox sağ olun, var olun.